Dalğa deyəndə yəqin ki, çoxumuzun ağlına ilk dəniz gəlir, ya da bəlkə səs. Amma əslində dalğalar bundan qat-qat artıqdır. Onlar kainatın bir nöqtədən digərinə enerji daşımaq üçün istifadə etdiyi ən fundamental üsullardan biridir. Bugün biz bax bu gizli enerji daşıyıcılarının, yəni mexaniki dalğaların heyrətamiz dünyasına baş vuracağıq. Yaxşı, gəlin bir sualla başlayaq. Səs, zəlzələ və sakit bir göldəki ləpə. Yəni, bir yanda güclü bir zəlzələ, o biri yanda sakit bir göldəki xırda ləpə, bir də danışdığımız səs. Bunların arasında nə kimi bir əlaqə ola bilər axı? Məlum olur ki, hamısının kökündə eyni fiziki hadisə dayanır. Hər şeyi başa düşmək üçün gəlin ən sadəsindən, ən gözümüzlə gördüyümüz bir şeydən başlayaq. Bir, enerji ləpəsindən. Bir anlıq gözünüzün önünə gətirin. Tamamilə sakit, güzgü kimi bir su səthi. Siz kiçik bir daş ya da top atırsınız və o an topun suya dəydiyi yerdən halqa-halqa ləpələr yayılmağa başlayır. Hə, biz bunu görürük, amma pərdə arxasında, fizika səviyyəsində əslində nə baş verir? Baxın, bu model dalğanın əsas sirrini açır. O kürəciklərə diqqətlə fikir verin. Təsəvvür edin ki, onlar suyun zərrəcikləridir. Görürsünüz, onlar heç yerə getmir. Sadəcə olduqları yerdə yuxarı-aşağı, sanki rəqs edirlər. Amma bax bu hərəkətlə yananan enerji var ha, o bir kürəcikdən o birinə ötürülür və beləcə dalğa bütün sistem boyunca irəliləyir. Yəni, bütün məsələnin canı budur. Sizin suya attığınız topun enerjisi suyun o başından bu başına gedib çatır, amma suyun özü, yəni su zərrəcikləri yerində qalır. Bax, bu mexaniki dalğaların ən fundamental prinsipidir. Yaxşı, bu sadə nümunəni başa düşdüksə, gəlin indi işin biraz daha elmi tərəfinə keçək. Yəni, formal tərifinə baxaq. Deməli, elmi tərif budur. Mexaniki dalğa bir mühitdəki zərrəciklərin titrəməsi, yəni rəqs etməsi nəticəsində yayılan bir prosesdir. Amma burada ən vacib söz mexaniki sözüdür. Bu nə deməkdir? Bu deməkdir ki, bu dalğanın var olması, yayılması üçün mütləq bir mühit lazımdır. Yəni, nəsə olmalıdır ki, titrəsin. Gəlin, bu tərifi 3 sadə maddə ilə daha da aydınlaşdıraq. Birincisi, yayılmaq üçün mütləq bir mühitə ehtiyacı var. Məsələn, səsin bizə gəlib çatması üçün hava olmalıdır. İkincisi, bunun tam tərsidir. Əgər mühit yoxdursa, yəni vakuumdursa, məsələn kosmosda, mexaniki dalğalar da yoxdur, səs eşidilmir. Və üçüncüsü, ən əsas qaydamıza qayıdırıq, bütün bunların məqsədi maddəni yox, enerjini bir nöqtədən o birinə daşımaqdır. Yaxşı, anladıq ki, mühit lazımdır. Amma bütün mexaniki dalğalar eyni deyil. Mühitdəki o zərrəciklər necə titrəyir? Bax, bundan asılı olaraq əsas iki növü var. Bu iki şəkilə baxan kimi fərqi dərhal görmək olur. Soldakında görürsünüz, zərrəciklər yuxarı-aşağı gedir, amma dalğanın özü irəli hərəkət edir. Sağdakında isə vəziyyət fərqlidir. Zərrəciklər dalğa ilə eyni istiqamətdə, sanki bir qarmon kimi irəli-geri sıxılıb açılır. Bu cədvəldə fərqi tam olaraq ortaya qoyur. Deməli, enine dalğalarda zərrəciklər dalğanın getdiyi istiqamətə perpendikulyar hərəkət edir. Yəni 90 dərəcə bucaq altında. Ən yaxşı nümunə, bir ipin ucundan tutub yuxarı-aşağı yelləyin, bax o, enine dalğadır. Uzununa dalğalarda isə zərrəciklər dalğanın getdiyi istiqamətə paralel, yəni onunla eyni xətt üzrə hərəkət edir. Səs dalğaları da havada məhz bu şəkildə yayılır. İndiki dalğaların növlərini ayırd edə bilirik, gəlin onların dilini öyrənək. Yəni, alimlər bu hərəkətləri təsvir etmək, ölçmək üçün hansı terminlərdən istifadə edirlər? Dalğaları təsvir etməyə başlayanda ilk ağla gələn şey dalğa uzunluğudur. Bu, əslində çox sadədir. Bir dalğanın özünü təkrarlayan tam bir hissəsinin, yəni bir dövrəsinin uzunluğudur. Şəkildə də bunu çox aydın görmək olur. O, Yunan hərfi, yəni lambda, məhz bunu göstərir. Ən sadə dildə desək, dalğanın iki qonşu təpəsi arasındakı məsafədir və ya iki qonşu çökəkliyi arasındakı məsafə. Dalğa uzunluğu bizə məsafəni deyirsə, period bizə zamanı deyir, yəni T hərfi ilə işarələnir. Bu, dalğa üzərindəki hər hansı bir zərrəciyin, məsələn, su zərrəciyinin bir tam dövrəni başa vurması üçün keçən vaxtdır. Yəni, yuxarı qalxdı, aşağı endi və yenidən başladığı yerə qayıtdı. Bax, bu bir perioddur. Və ən gözəli odur ki, bu üç anlayış, sürət, dalğa uzunluğu və period bir-biri ilə çox sadə bir düsturla bağlıdır. Dalğanın sürəti, yəni V, bərabərdir dalğa uzunluğu lambda bölünsün period T.
Başqa sözlə, dalğalar nə qədər uzun olsa və bir dövrə nə qədər qısa çəksə, enerji o qədər sürətlə ötürülür. Oldu, bu fizika qanunlarını anladıq. Bəs bu nəzəriyyə real həyatda nəyə çevrilir? Gəlin indi bu prinsiplərin necə dəhşətli bir gücə çevrilə biləcəyinə baxaq. Xatırlayırsınız, biz söhbətə gölməçədəki balaca bir ləpədən başlamışdıq. İndi gəlin eyni fizika qanunlarını götürüb okean kimi nəhəng bir sistemə tətbiq edək. Qanunlar eynidir, amma miqyas və daşınan enerji tamamilə başqa bir səviyyədədir. Məsələ heç də təkcə dalğaların hündürlüyü deyil, əsas məsələ onların daşıdığı o saf kinetik enerjinin miqdarıdır. Baxın, bir araşdırma var, Fransanın Atlantik okeanı sahillərinə çırpılan dalğalar haqqında və oradakı rəqəm həqiqətən də ağla sığmazdı. 75 milyon kilovat, gözünüzün qabağına gətirin, bu nəhəng bir megapolisi tamamilə elektrik enerjisi ilə təmin edə biləcək bir gücdür və bu təbiətin sadəcə bir dalğa hərəkəti ilə yaratdığı enerjidir. Bu rəqəm bizə göstərir ki, dalğa sadəcə suyun o tərəf bu tərəfə getməsi deyil, o əslində təmiz gücün özüdür. Bu da bizi lap əvvələ, əsas fikrimizə qaytarır. Yadınızdadır, dalğa enerji daşıyır. Yaxşı, bəs bu enerji okean dalğasındakı kimi nəhəng olanda nə baş verir? Bu enerji sahilə çatıb çırpılanda dağıdıcı ola bilər. Amma eyni zamanda bu inanılmaz bir potensial deməkdir. Və bu da bizi son, amma bəlkə də ən vacib suala gətirib çıxarır. Dalğalar əslində bütün okeanların gücünü özündə daşıyar. Bugün öyrəndiklərimizi nəzərə alsaq, ətrafımızda daima hərəkətdə olan bu nəhəng, təmiz enerji mənbəyindən bəşəriyyətin gələcəyi üçün daha yaxşı necə istifadə edə bilərik? Bax, bu, hələ də cavabını axtardığımız çox böyük bir sualdır.